80. Daha iyi. Bir tane top lazım. Bir tane top. Ki bunlar indi başlayacaq qırağa başa vurmağa. Nerede abi? Hal-hazırda Cavad Feki və Şıxsalahlı Feki arasında ikinci taym başlamaq üzrədir. Amma olub duruz maçında bax oradan şey edir. 5 manat. Hara geçsin sen? Elə boşluq mənə lazım. Ne var beləncik? Center. Hesab Şıxsalahlı'nın xeyrinə 1-0 davam edir. İkinci taym başlamaq üzrədir. Hakim bayraqdarlara öz tövsiyələrini verir. Salam verim hər birinizi. Hörmətli izləyicilərimiz ekranı təpikləməkdə davam edin. Şıxsalahlı komandası oyunu başlayan kimi qapıya zərbə yendirsə də başarısız olur. Hal-hazırda alırlar oyuncular. Cavad hücum. Hücumun qarşısını alır. Hal-hazırda Feki. Yusuf Bey iştirəm sizi. Nətdir. Çalma dede. O udanda çal. Elə yox. Sonra bir araya qoy. Cavad Feki komandası oyuna davam edir. Hal-hazırda və 7 nömrəli oyuncu arasında mübarizədə 7 nömrəli oyuncu qalib gəlir və topu Cavad Feki komandasında saxlayır. Qəşəng 10 nömrəli oyuncu irəliləyir və pas ötürür. Təhlükəli hücum yarana bilər. Cavad Feki olmadı. Bu səfər də alındıra bilmədi. Hesabda irəliyə keçə bilmir Cavad Feki komandası. Cavad Feki komandası cərmə zərbəsindən o topu meydançaya daxil eləyəcək hal-hazırda. Qapçının zərbəsi çox zəif alınır. Oyuncular arasında mübarizədə Cavad Feki qalib gəlir. Hal-hazırda outdan oyun davam eləyir. Bura Qaraqaşlı kəndinin stadionudur. Cavad Feki və Şıxsalahlı Feki arasında çox gərgin mübarizə davam edir. Hal-hazırda çox gözəl paslaşma gedir Cavad Feki. Qəşəng bizə hesabı bərabərləşdirmək hal-hazırda çox vacibdir. Cavad Feki'nin komandası çox təəssüflər olsun bu zəfər də alındıra bilmir. Qəşəng Cavad Feki'nin izləyiciləri hal-hazırda öz səsləri ilə oyunculara dəstək olmağa çalışırlar. Cavad Feki'nin komandası təhlükəli hücum ola bilər. Çox təəssüflər olsun ki, bir neçə hücum təşkil etməsinə baxmayaraq Cavad Feki hesabı bərabərləşdirə bilmir. Hücum təşkil etməsinə baxmayaraq Cavad Feki hesabı bərabərləşdirə bilmir. Amma məşləşdirməyin ümidindədir və çox təəssüflər olsun. Və bizim oyuncularımız Cavad Feki çox təhlükəli ola bilər bu hücum. Qəşəng. Çox təəssüflər olsun ki, hər tərəfdən hücuma keçməsinə baxmayaraq Cavad Feki hesabda bərabərlik əldə eləyə bilmir. Əks hücum ola bilər Şıxsalahlı tərəfindən. Ehtiyatlı Şıxsalahlı tərəfindən. Ehtiyatlı damaq lazımdır.
Koyma çıkar dara koyma. Cavad Fekin idman oyuncuları hal-hazırda çox gərgin mübarizədə. Qəşəng əks hücum ola bilər Cavad Feki. 77 nömrəli oyuncusu çox gözəl performans göstərir. Halal olsun sənə. 18 və 77 nömrəli oyuncu arasında mübarizədə 77 nömrəli oyuncu qalib gəlir və topu Cavad Feki'yə saxlamaq bacarır. On nömrəli oyuncu qəşəng qapıya zərbə, çox təəssüflər olsun ki, qapının dirəyinə dəyərək çölə çıxdı. Qəşəng Cavad Feki'nin komandası çox təhlükəli hücumlara imza atır bu günləri. Çox gözəl performans göstərir Cavad Feki'nin oyuncuları. Hörmətli izləyicilərimiz, futbola baxarkən yadınızdan çıxmasın ekranı təpikləmək. Qəşəng hücum təşkil olundu. Yenidən bu səfər də alındıra bilmir Cavad Feki'nin komandası. Dəfələrlə hücum təşkil etməyinə baxmayaraq hesabda bərabərlik əldə edə bilmir. Sağlı komandasının qapçısı. Top üzərimizə gəldi və deyəsən topun spikerdən çox xoşu gəlir. Üzərimizə gəlir. Sağlı komandası çox təhlükəli yerdə. Burada nə gəlsiniz? O Raşotkanın özündə nə gəlsiniz? Aksaqqal mənim ürəyimə verdi. Durub Ceyn qabağında. Çox sərt şəkildə mübarizəyə davam edirlər. Bilir ya bunlar da var. 44 nömrəli oyuncu hal-hazırda qapıya zərbə endirməyinə baxmayaraq yenə də Saxla sərbəst. Qəşəng yenə də alındıra bilmir. Yenə də alındıra bilmir. Qəşəng Cavad komandası hücum təşkil edir, təhlükəli ola bilər. Çox gərgin mübarizə ola bilər. Çox gərgin mübarizə. Hal-hazırda hesab Cavad 0, Şıxsalahlı 1. 1-0 Şıxsalahlı Cavad komandasının öndədir. Çox təhlükəli ola bilər. Çox təhlükəli ola bilər. Cavad Feki hesabda bərabərlik əldə edə bilər. Feki oyuncuları Cavad Feki'nin 77 nömrəli oyuncusuna sarı. Cavad Feki'nin 77 nömrəli oyuncusuna sarı.
Cavad Feke'nin 77 nömrəli oyunçusuna sarı Gercin olacaq. Az qalır. Qaraqaşlı stadionu Cavad Feke ve Şıxsalahlı Feke arasında olan yarışmada Cavad bilər. Zərbəsi yerinə yetirir mi? Tehlikeli yanına bilərdi amma yenə də ola bilsin ki Şıxsalahlı komandası dua yazdırıb qapıya. Dəfələrlə qapıya zərbələr indirməsinə baxmayaraq Cavad komandası qapıdan bir izləyicilər hazırdan net. Burada da biz Zırramanın eline bir tane vuşturval veriblər. İzləyicilərimizin də, spikerin də, oyuncularımızın da başını xarab edir. Feruz yaxşıdır nə Yaxşıdır. Yaxşıdır nə Feruz, başımız xarab oldu deyib, bilmədim nə danışdı burada. Ha? Cavad Feke. 77 nömrəli oyuncu həqiqətən də bugün çox gözəl oyun nümayiş elətdirir. Hal-hazırda gərgin mübarizədə Cavad Feke'nin oyuncuları Ağot'dan oyun devam edildi. Arkanda oyuncunu gözdə gəldi. Qorma. Kaşay! Yoxla qapılı! Gol ehtimal olabilir mi? Çox təəssüflər olsun ki Cavad Feke komandası tək qaba eləməyinə baxmayaraq bir golun müəllifi olmayıb hələ ki, amma ola bilər. Çox təəssüflər olsun bu səfər də alınmadı. Çox təəssüflər olsun bu səfər də alınmadı. Ya elbəsinə nə diyor? Bu gol. Ya elbəsinə nə diyor? Bu gol vura elə də. Zırt nə də? Allah sən çəkəcəm deyə kameraya. İkinci taym davam edir. Hal-hazırda neçənci dəqiqənin olması haqqında məlumatımız olmadı. Amma çox gərgin mübarizə davam edir. Cavad Feke və Şıxsalahlı Feke. Hal-hazırda hesab 1-0 Şıxsalahlı komandasının xeyrinədir. Amma hər an hesab bərabərləşə bilər. Ağarım mən Fərman. Öyle tamam. Ağarım mən Fərman. Öyle tamam. Ağarım mən Fərman. Öyle tamam. Bu şəkildə topa girdi, amma ki idmançımız yenə Ne var Ahmet? amma hər an bir ola bilər. Kanımızın qara vaxtına. Çox təhlükəli ola bilər. Çox təhlükəli ola bilər. Hafız araydı. Hafız geldi bir şey var. Hafız burada da yaxındadır. Cavad Feke komandası hal-hazırda hücuma keçir Şıxsalahlı komandasına. Yaxşı bir ayaqla topa değmez, değil mi? Çox təəssüflər olsun ki komanda topu itirdi. Ha böyle olsun. Burada yaxşı bir ayaqla. Cavad Feke komandası cərmə zərbəsi yerindirdi. Oyuna davam elədi və bütün adam var orada. 16 dənə.
Çox təəssüflər olsun. Çox sərt şəkildə oyun davam eləyir. Çox sərt şəkildə oyun davam eləyir. Cırtdan o bədən. Bax, cırır. Qəşəng hücuma giriyorlar. Çox təəssüf olsun ki, bu səfər də Qəşəng penaltı gözləntisi var. Hal-hazırda hakim VAR-a gedəcək. VAR sistemi əgər penaltı olmağını təyin eləyərsə, çox gərgin mübarizə və Salalı komandasının xeyrinədir. Hal-hazırda penaltı ola bilər. Salalı komandası 1-0 öndədir. Penaltı təyin olundu. Cavad komandası penaltını yerinə yetirəcək. Hesabda bərabərləşmə ola bilərmi? Və sizə aydın şəkildə biraz daha yaxınlaşdırılır ki, rahatlıqla vurulan topu görə biləsiniz. Ekranı təpikləməyi yadınızdan çıxartmayın. Qaraqaşlı kəndində Cavad FK və Şıxsalahlı FK arasında gedən mübarizədə hesab 1-0 Şıxsalahlı komandasının xeyrinə olsa da hal-hazırda Cavad komandası penaltı zərbəsi yerinə yetirəcək. Hesabda dəyişikliyi ola bilər hər an. Cavad FK komandasının izləyiciləri hal-hazırda möhkəm səslə komandanı ürəkləndirir və bu gol olarsa çox böyük sevincə səbəb olacaq. 8 nömrəli oyuncu hal-hazırda penaltı zərbəsini yerinə yetirəcək. Və çət. Aha. Cavad FK komandası cərimə zərbəsini yerinə yetirəcək və Şıxsalahının qapıçısı çox gərgin vəziyyətdə dayanıb. Hər an hesab dəyişilə bilər. 8 nömrəli oyuncu ümidimizi yerdə qoyma. Qəşəng be! Qəşəng sən alqışlayıram 8 nömrəli oyuncu. Cavad FK-nin oyuncu və sevincə baxın siz. Qəşəng. Hesab 1-1'dir. 8 nömrəli oyuncu hesabda dəyişiklik edir. 8 nömrəli oyuncu. Qəşəng Cavad komandası. Bütün Cavad komandasını sevən təbrik edirəm buradan. Gözəl oyun nümayiş elətdirirlər hal-hazırda. Anlamıyoruz, uşaq nadir sonra. Oynayın. Oyunun neçənci dəqiqəsi davam edir? Mən heç gözləyirəm. Görsən mən hazırlayacağım. Şu buradadır, mən verəcəm. Orxa, lazımdır bir dənə desinlər. Qoymayırlar, istəmirlər. Deyəm ki, şu bizə. Sən Allah. O, sürücüdən birbaşa. Qəşəng komandası yenə təzədən hücuma keçir. 9 nömrəli oyuncu, çox gözəl 10-cu nömrəli oyuncu. Türkiyə tərəf. Qəşəng ötürmələr, paslar. Salalı komandasının çox gözəl qıblar cərimə meydancasında qapçı saxladı və Cavad FK komandası hal-hazırda gözəl oyun nümayiş elətdirir. Hücuma keçir 77 nömrəli oyuncu. Tez oyun meydancası tərk edin. Sen de tutuyorsun bize, sen öyle. Çocuklu cemaata da durup dursun. Danışıq eləyirlər, narahatçılıq eləyirlər. Deyəcək qoluğa görə girdi. Hörmətli izləyicilərimiz, ekranı təpikləməkdə davam eləyin. Cavad FK komandası və Şıxsalahlı FK komandası hal-hazırda gərbicə mübarizədə
oyunu davam edirlər. Şıxsalalı komandası cərmə zərbəsini yerinə yetirəcək. Amma cərmə zərbəsini yerinə yetirən idmançının nömrəsi yoxdur köynəyində. Nömrəsiz gedə cərmə zərbəsi qaldıracaq hal-hazırda. Çox təhlükəli ola bilər. Cavad komandası zərbənin qarşısını aldı. Gözəl. 3 nömrəli oyun Badımcanğa göndərdi topu. Hesab hal-hazırda 1-1'dir. Badir! Bırakın! Bırakın! Hal-hazırda bu pas təhlükəli ola bilər. 14 nömrəli oyunçu qəşəng topa çata bilmədi. Cavad komandası Uqlavoydan topu meydançaya da vay çok da şey çok təəssüflər olsun ki, çox kobud şəkildə oyun davam edir. Hal-hazırda futbolçulardan hər hansı biri hər dəqiqə zədələnə bilər. Biz bunu istəmirik. Biz real qələbə istəyirik. Bura hal-hazırda Qaraqaşlı kəndinin stadionudur. Cavad FK və Şıxsalalı FK oyunu davam edir. Çox təhlükəli ola bilər. Çox təhlükəli ola bilər. Cavad Sen ben başıma dönüm dedim. Zaten ne diyeyim kardeş? Burada 3 tane adam var. Bak 1, 2, 3. 1, 2, 3. Başıma dönüm dedim sen başıma dönüm biraz kırağa dönüm. Ben de sana başıma dönüm. 3 nəfər idi. Lan ne olacak? Şu başa çıkacak. Ha ben burada her gün gelen dedim. Ben bizim özümün önümüzde geldim. Sen gelsin o bu çizim sokalını buraya. Ne şey başına? Burada doğrudan zaten olabilir. Ben Atif'e değilim. təhlükəli ola bilər. Təhlükəli ola bilər. 4 nömrəli oyunçu ötürdük. Danıştın ha abi. Azərkeşlər bu. Azərkeşlər hal-hazırda çox zəif iştirak edirlər. Ekranı təpikləməkləri çox zəifdir. Çox təhlükəli ola bilərdi. Cavad FK-nin qapçısı oyuna topu Çıkmadın ora. Ama bir dedi. Düşün ha. çox möhkəm gərginlik davam edir. 8 nömrəli oyunçu. O hesabda dəyişiklik ola bilərmi? Adem! Ay Adem! O da əlin qaldırdı oradan. Adem! Bu dərsdə ata! Stüdiya saxla! Başım bıraxdı deyəm, deyilmi? O oyuncu olacaq gəzir. Qəşəng Cavad komandası. Qoyma Cavad komandası təhlükəli hücum ola bilər. Qəşəng heç şey yoxdur. Oyuna davam edir Cavad komandası. Ne kardeş bizim olsun, sana koyuyorsun, ne ola? Bütün doğru saklayın. Benim olsun, cehennem olsun. Hadi! Hadi baba, hadi bana. Hadi, teslim de gel, ne hadi, hadi yine bak. Teslim de gel. Ateş! Cavad komandasının oyunu 4 nömrəli oyuncusu zədələndi. Çox bu şəkildə oyun davam edir. Davut! Davut çekim gelince Davut! Bak buraya bak bu oyuna. O kim getirdi bunu ben? Bak şuraya o açı da açı. Ne değişti? Get. Sami! Hey Sami! Hey!
Hadi hadi ne ha? Hadi be baba. Ha Samir değişti lan Samir. Hoş Samir. Ha girdin ha be ha. Davut gözle gol çıksın sonra gir içeri. Ha gözle. Davut. Samir ala. Çox böyük gərginlik davam edir oyunda. Su yoktu. Ama Ferus sular yanı. Oyun arasında bir tane tulladılar yalandan. Su yok. O da yattılar yerdə. Ne var? Ver kırılara götüreceğiz bir. Bir kaset su var idi. Bir kaset su ya sahibim var yok. Sahibi de öyleydi sular. Buradaydı, bağımın içindeydi, yola çıxardılar. Ay Emnur'un maşınına koyup bak. Ağzınızı gargara verip şey var. Olacak sular sunuyor. Bir ağır aşağı. Ağzını karıştır. Vaxtdan geçti. İtirilən vaxtı hakim yəqin ki nəzər alacaq. Hal-hazırda çox. Ay, nə varsan? Müsibətən durmuşam burada mən. Abi. Baş sponsordan aktif aktif. Bəli, o təqdim eləmişəm biyaqları. Bəli, darıxmayın. Cavad komandasının dəstəkçiləri və baş sponsoru hal-hazırda orada öz tövsiyələrini verir oyunculara. 43 nəfər iştirakçı, izləyici, ekranı təbliğləməyə davam edin. Hörmətli izləyicilərimiz, hal-hazırda gərgin mübarizə davam edir. Cavad FK və Şıxsalahlı FK arasında hesab 1-1'dir. Hesab 1-1'dir. Amma Cavad FK hesabda həm təşkil edə bilər. İrəlidirlər. Ha penaltı sakla. Qəşəng zərbə Cavad FK. Çox təhlükəlidir, çox. Oyna. Oyuncular arasında bu cür gərgin mübarizə olmamalıdır məncə. Çox təhlükəli oynayırlar. 3 nömrəli oyuncu öz. Bu Qabil taksi kanalı. Üç nömrəli Şıxsalahlı oyuncusu öz böyüklüyündən istifadə edərək Cavad komandasına çox möhkəm zərbələr indirir və hakim hal-hazırda bu məsələyə səssiz qalıb. Hər an sarı Şıxsalahlı komandası Cavad FK hücum təşkil edə bilər hər an. Təhlükəli ola bilər 11 nömrəli oyuncu. Qəşəng çata bilmədi, çox təəssüflər olsun. Cavad FK-nin izləyicilərindən biri küsərək gedib qıraqda izləməyə davam edir. Hal-hazırda gərgin mübarizə davam edir. Cavad FK itirilən toplar hamısı Cavad FK-nin oyuncularına. Buyur. Hop. Çox təəssüflər olsun ki, itirilən vaxt çox böyükdür. Hal-hazırda hesab 1-1 olmağına baxmayaraq hesabda dəyişiklik eləmək lazımdır komandası. Biraz kalın, biraz gelin. Ne abi? Çox gərgin mübarizə gedir. Çox oyuncular arasında. Hər kəs öz komandasını xilas etməyə çalışır. 14 nömrəli oyuncu qəşəng pas ötürdü və 9 nömrəli oyuncu itirmə topu. Təhlükəli ola bilər. Qəşəng təhlükənin qarşısı alındı və qapçının səhvindən gedə bilərdi. Gol hesabda dəyişiklik ola bilərdi, amma
Oyunda çok gergin mübarizə gedir. İzləyicilər arasında, oyuncular arasında. Hər kəs gərgindir hesabda. Dəyişiklik istəyir Cavad komandaları. Ha, söz söymə, ha, qalğan baş. Çaqqal oxşayan. ...77 nömrəli oyuncusu pas ötürdü, 8 nömrəli çata bilmədi. Çox təəssüflər olsun. Birazca da yavaş pas ötürsüydü. Hal-hazırda hesab 1-1'dir. Qəşəng 9 nömrəli oyuncusu itirdi topu. Ne yazmışsa burada? Nedir bu? Ne olan şeydi bu? Beraber de hesap ha. Kim odur? Kim numarasıysan? Abi sarda diye bir set yok atıştı yine. Hal-hazırda oyun devam ediyor. Gərgin mübarizə. Cavad komandası çox üstünlüydü hal-hazırda. 10 nömrəli oyuncu. Qəşəng hücum təhlükəsi ola bilər. Qaldırmır çox belə. 10 nömrəli oyuncu çox allanmağa meyillidir. Pas ötürməklə və Cavad izləyiciləri öz gürültüsləri ilə oyuna davam edirlər. Qəşəng yorulublar. Hakim gətirir. Qəşəng təhlükəli ola bilər mi? Başıyla var. Hokka verirler ya burada da. Bəli, Cavad komandası olaraq hesabda dəyişiklik istəyirik. Və istəyimizə nail olacaq az müddətdə. Qəşəng 9 nömrəli oyuncu. Qəşəng Cavad komandası. Çok güzel. Elə yox, elə top bitirmək olmaz. Elə ayağına dolaşır Şıxsalı komandasının oyuncusu. Bizim xeyrimiz ola bilər. Yox kimi bir şey də olar. Gərgin mübarizə 7 nömrəli oyuncular arasında. Yox, bizi sıxışdırmağa davam eləyir. Qəşəng baş. Heç kim yoxdur. Nə daha burada qaçmalı. Daha burada qaçmalı. Gəlin qabağa. Davud. Bunlar oyundan əlavə olaraq topa təpiyə atmağa çalışırlar. Çox gözəl mübarizə. 10 nömrəli oyuncu qəşəng. Tutma oyuncunu hücumda olarkən sarı kart ola bilər. Sarı kart ola bilər. Olmadan mı cərmə zərbəsi yerinə yetirəcək? Çox təhlükəli ola bilər bu cərmə zərbəsi. Hal-hazırda gol sevinci yaşaya bilər Cavad komandası.
44 nömrəli oyunçu cərimə zərbəsini yerinə yetirəcək. Yoxla qapını 44 nömrəli. Yox, alınmadı. Təhlükəli ola bilər. İtirmək olmaz orada topu. Top itirmək olmaz orada. Çox təhlükəli ola bilər. Təhlükəli ola bilər, təhlükəli ola bilər. Təhlükənin qarşısını almaq lazımdır. Mənə elə gəlir ki, bu oyun penallaşmaya girəcək. Kapsı ne poğdu? Tuttun oldu qabağdan, hepsi qabağdan. Ayağına vurub əlinə götürə bilərdin, ha? Hokka verir, o qapçı. Səhər olsun, gələn səhər gələsin. Basında görmez. Allah böyle uzun şeyim oğlum, takıya bırakın. Kaldırın. Ne gördün mü? Allah hataklara bak. Bəxtiyar adlı 77 nömrəli balaca boy oyuncu, 3 nömrəli Işıq Salahlı oyuncu müqavimət göstərirdi. Qəşəy olmasa da orta bab. Oy başın çürüsün. Vaxtın nə qədər qalmağı barəsində məlumatımız yoxdur, amma çox vaxtımız qalmayıb. Penallaşma ola bilər. Zavad komandasının izləyiciləri, dəstəkçiləri çox gözəl hücumda ola bilər. Çat topa. Abi, 10 dəqiqə. Oyunun bitmə vaxtına 10 dəqiqə qalıb hardasa təxminən. Təhlükəli ola bilər bu hücum. Bir də təkrar. Ay, 7 nömrəli oyuncu topdan qorxur. Qəşəy qoyma. Hücum təhlükəli ola bilər. Təhlükəli ola bilər hücum. Ay, boy, boy, boy. Bizim oyuncular nəsə oldu. Çox güclü hücum təşkil edirlər. Şahrüddin, nə inirsən sən? Qapını boş qoyub hara gedimsən? Şahrüddin sen neynədin? Şahrüddin neynədin sen? Şahrüddin çox təhlükəli hərəkətlərə imza atır hal-hazırda. Hə, tapam abi! 44 nömrəli oyuncu cərimə zərbəsindən top oyuna daxil eləyir. Və bu təhlükəli ola bilər. Zavad komandası hesabı bərabərləşdirmək üçün can qoydu, lakin indi çox zəif oyun nümayiş elətdirirlər. Kimi? Hadi davay dağılışın. Şahrüddin neynədin sen? Arada bir yana. Şahrüddin çox təhlükəli hərəkətlərə imza atır. Nə bilim mən ha. Arada göstərir ki o. Hücum təhlükəli ola bilər, amma qapçı öz fəaliyyətini göstərir. Işıq Salahlı qapçısı oyunu yubatmağa çalışır elə bil ki. Penallaşma gözləntisi ola bilərmi? 10 nömrəli oyuncu qəşəng paslar ötürür. Bir də yubatma topu. 10 nömrəli oyuncu qapıya zərbə və alındıra bilmədi. Bir daha. Çox təəssüflər olsun ki, qapçı da öz dirəkliyin məharətini göstərdi. Amma oyuncumuzun zərbəsi çox dəhşətli idi.
Çok tehlikeli Cavad FK komandası her an hücum eləyə bilər. Topu itirmək olmaz. 44 numaralı oyuncu hal-hazırda topa sahiblənir və topu qaldırır cərmə meydançasına tərəf və bir-birinizi gözləməyin oyuncular. 10 numaralı oyuncu öz məharətini göstər. Pas ötürdü və 9 numaralı oyuncu çox gərgin mübarizə 9 numaralı oyuncuya qarşı çox sərt oynayırlar. O da cavablandırdı. Qəşəng Cavad komandası. Qoymay. Ay. Cavad bir dənə gol lazımdır. Ekranı təpikləməyi unutmayınız, hörmətli izləyicilərimiz. Hal-hazırda oyun gərgin mübarizə davam edir. 7 nömrəli oyuncu təhlükəli ola bilərdi, amma 44 nömrəli oyuncu çox gözəl müdafiəni bərpa elədi. Çox qəşəng. Alqışlayıram səni 44 nömrəli oyuncu. Çox qəşəng müdafiəni bərpa elədi, təhlükəli ola bilərdi. Burada nə hadisə baş verir belə? Qəşəng Cavad komandası 8 nömrəli oyuncu topa çata bilmədi. Amma əks hücum davam eləyə bilər. Olmadı. Qapıya tərəf zərbə və Cavad komandasının qapıçısı çox gözəl məharətlə topu əldə elədi. 10 nömrəli oyuncuya topu ötürdü. Əks hücum davam eləyir. Hesabda dəyişiklik ola bilərmi? Qəşəng oyuncu amma 11 nömrəli oyuncu topa çata bilmədi. Çox qəşəng Cavad komandası, çox gözəl oyun sərgilətdirirlər. Təsadüfdən girən bir topun qarşısını 1-1 hesabı ilə bərabərləşdirərək oyunda çox gözəl məharətlərini göstərirlər, amma bu belə ola bilməz. Cavad komandası ən azından bir top irəlidə oldu. Bura yazırlar ki, hesab 1-1'dir. Mən ağzımla deyirəm ki, hesab 1-1'də oyun davam eləyir. Yazılıb ki, kim qalib gəlir. 1-1'də kim qalib gəlir la ki? Sən başın hara baxır, hara işləyir. Sən nə yiyirsən? Təhlükəli ola bilər. Cavad komandası çox gərgin mübarizə apar hal-hazırda. 8 nömrəli oyuncu topa bilmədi. Topa çata bilmədi. Qəşəng 44 nömrəli oyuncu, amma 10 nömrəli oyuncu topa çata bilmədi. Ola bilməz, itirmə topu. Heç sən yoxdur, əksizdir, davam edir. Qəşəng 11 nömrəli oyuncu. Oyun qapıda dəyişiklik ola bilərmi? Ya elə olmaz. Qəşəng. Gol ola bilərdi, amma olmadı. Gol ola bilərdi. Gol epizodu yaranmışdı, çox təhlükəli idi, amma olmadı. Su, orada.
Oy! Çox gərgin mübarizə davam eləyir. Hesabda dəyişiklik ola bilərdi, amma ki qapı dirəyi hesabı dəyişdirməyə oldu. Hörmətli izləyicilərimiz, ekranı təpikləməyə davam eləyin. Oo, top ağzımıza girmişdi atçıqalar. Ev yoktu. Buraya dur. Oyuncu çox möhkəm şəkildə zədələndi. Her şey saxlamayacaqsın. Ne olacaq oynuyor? Oyunun vaxtına çox az müddət qalıb. Oyunu yubadmayın. Cavad Feke'nin qapısı sentrə qədər yaxınlaşır. O gəlsin. Kim? Çok biziydi ha. Əslində sudiya qıraqdan danışılanlara baxmamalıdır. Ara qaçır ki o. Biz hissət elədir. Gol oldu, bir şey oldu. Ay, elə yox, elə yox. Elə yox. Dayanma. 10 nömrəli oyuncu çox səhvə yol verdi, təhlükəli ola bilər. Əşşək qapçı. Cavad izləyiciləri hal-hazırda çox böyük dəstək olurlar Cavad komandasına. Salalı komandası cərimə zərbəsindən oyunu davam eləyir. Qəşəng Cavad komandası. Hörmətli izləyicilərimizi ekranı təpikləməkdə davam eləyin. Oyunumuzun ən həyəcanlanlarıdır. Təhlükəli ola bilər. Bəy baba müəllim səhv eləmə. Bəyruzdan başla. Bəyruzdan. Bura Qaraqaşlı kəndi stadionudur. Cavad Feki və Şıxsalahlı Feki arasında gərgin mübarizə davam eləyir. Hesab da 1-1'dir. Hesabda dəyişiklik ola bilərmi? Hal-hazırda təhlükəli hücum təşkil olunub Cavad komandası tərəfindən. Aparırsan kəməndə. Əlbəttə ki. 77 nömrəli oyuncu, əhsən sənə. Yoxla qapını Cavad komandası. Qəşəng 10 nömrəli oyuncu. Qəşəng 10 nömrəli oyuncu. Çox gözəl gözlənilən gəldi. Əhsən Cavad komandası. Çox gözəl seyircilərin
Coşma meydanca dolu izdihamdır. 10 numaralı oyuncu Əhsən. Çok güzel, çok qəşəng oyun devam edəcək. 10 numaralı oyuncu sen alqışlayıram. Allah olsun sənə. Qəşəng. Qəşəng Cavad komandası. Çok güzel, çok qəşəng. Əla Cavad komandası gərək bundan sonra oyunu ancaq müdafiədə davam eləsin. Gol bırakmak olmaz Cavad komandası. Qəşəng top idi. Vay bırakma. Qəşəng. Cavad komandası. Qəşəng Cavad komandası hal-hazırda 2-1 öndədir. Qələbə bizimdir. Hörmətli izləyicilərimiz. Qələbə bizimdir. Şəxsən mən spiker Qabil Qasımlı bu deyimdən çox özümdən fəxr duyuram. Halal olsun. 2-1 Cavad komandası öndədir. Hesab hər an bizim xeyrimizə yenə dəyişə bilərmi? 10 nömrəli oyuncu irəliləyir. Offside-a girmə. 11 nömrəli oyuncu aldıracaq. Çok tehlikeli. Çok tehlikeli oyun devam ediyor. Çok tehlikeli oyun devam ediyor. Allah bunu sen dola. Allah bunu sen dola. Allah bunu. Annesine dolu. Allah bunu. Hesapta yeni bir ikili olacak. 11 nömrəli oyuncu. Qapını yoxlayabilir mi? Qəşəng amma çox yüksəkdən getdi top. Çox yüksəkdən. Bu kimdir? İstək vaxtı doğru kişi nədir? Bilmirəm vaxtı. 6 dəqiqə atılmışdı. 6 dəqiqə. Qələbə bizimdir hörmətli izləyicilərimiz. Hal-hazırda Cavad izləyiciləri sevinci görüşməyə davam edirlər. Amma deyəsən Salalı komandasında qapçı ilə oyuncu öz yerini dəyişdi. Çox qəribə bir hal. Qapçı oyuna davam edir. Oyuncusa qadadır. Çox qəribə bir hal baş verdi. Bunlar Cavadı zəif hesab edirdilərmi? Qalını sənət adamı. 16 nəfər. Qəşəng Cavad komandası müdafiəni boş qoyma. Cavad komandası müdafiədə möhkəm olmalıdır. Qəşəng. Bunlar bir-birlərini anladılar və qapıda dəyişiklik ola bilər mi? Ay ay ay. Oo, çok. Böyle bu iptalardan ha. Sarı kart Cavad komandasının 11 nömrəli oyuncusuna təqdim olundu. Çox təhlükəli. Qəşəng komandası. Topu itirmək olmaz. Hücum təşkil olunsa müdafiəmiz güclü olmalıdır. Qəşəng. Gəl köməyə. 11 nömrəli oyuncu. Çox müdafiəni boş qoymuyor. Kalma be.
Müdafiəni boş qoymadı Cavad komandası. Qəşəng. Qəşəng Cavad komandası vaxt uzatmağa çalışır. Düz eləyir əslində bu gözəl siyasətdir. Çala kapı çala. Aa topu çala vurun. Ben müdahale edebilirim. Öyle şey. Teşkilatçı, öyle çatan teşkilatçı sokur oraya. Ne yani sütyadı. Oyna bak fikri yayındırma. Oyna bak fikri yayındırma. Ben o kedim gibi oturacağım. Aha bu ferman oyun kurtarır. Oyunu karşı. Sana uşaqlar mənə deyir. Gecə ben gecə şişəsi bu tarafa. Müdafiəni gücləndir Cavad. 2-1 Cavad qalib gəlir hal-hazırda. Boşluq bırakmaq olmaz. Qəşəng. Bu da bizim qalibiyyətimiz. Bu da bizim qalibiyyətimiz. Çox gözəl, çox qəşəng. Əlim öz tövsiyələriniz. Çox gözəl mənzərədir. Çox gözəl mənzərədir hal-hazırda. Cavad komandasının sevincinə baxırsınız. Çox gözəl mübarizə apardı Cavad komandası. Ramin Göyçəmən hal-hazırda efirlərimizdə görsənir. Öz çıxışlarınızda nə deyə bilərsiniz Ramin müəllim? Təbrik edirəm. 1-0 hesabda geri olmağına Söz deyə bilərsən, de. Nadir öz ürək sözləri deyə bilərsənmi? Hamısı qız uşağı kimi bir eləyil gedirlər. Hətta var. Çox gözəl, çox gözəl qalibiyyət idi. Cavad komandasını mən buradan alqışlayıram. Çox qəşəng. Şıxsalalı komandası və Cavad komandası arasında keçən gərgin mübarizədə heç bir narahatçılığımız yoxdur hal-hazırda. Bəli, hamısı canlıdır. Mən də canlıdır. Mən belə çəkməmişəm.